Instagrama girirəm, TikToker Arzu həbs olundu. TikToka girirəm, TikToker Arzu üçün ədalət. Xəbərlərə gözüm sataşır, orada da Arzudan danışırlar. Yəni hal-hazırda bütün ölkə işini gücünü atıb Arzu adlı bu TikTokerdən danışır desəm yalan olmaz. Çünki bu TikTokerimiz keçdiyimiz saatlarda həbs olundu. Arzunun bu həbsindən sonra isə insanların əksəriyyəti iki yerə bölündü. Bəziləri onun almış olduğu bu həbs qərarını dəstəkləyərkən, bəziləri isə bu qərara üsyanlar elədi. Yeri gələndə öz haqlarını belə müdafiə eləməyənlər Arzu üçün susma kampanyaları başlatdı. Çünki Arzunun almış olduğu bu 5 il 2 ay həbs cəzası əslində böyük bir haqsızlıqdan ibarət imiş. Normalda belə bir video hazırlamaq fikrim yox idi, amma gördüm ki, yəni insanlar bu mövzu haqqında çox qəribə danışırlar. Bu səbəbdən də mən də bu haqqda danışmağa qərar verdim. Arzunu böyük ehtimal bir çoxlarınız bilir, yəni hardasa görmüş olarsınız. Hər nə qədər TikTokda yayınlatsa da, videoları demək olar ki, hər yerdə paylaşılır. Qısaca, TikTokda açdığı yayınlarında bəzən danışdığı iyrənc sözləri ilə, bəzən elədiyi iyrənc hərəkətləri ilə, bəzən öz timsalındakı TikTokerlərlə girmiş olduğu biabırçı qalmaqalları ilə və çox daha betər olan fərqli əməlləri ilə tanınır. Yəni qısaca tanınmağına, amma çox da yaxşı tanınmır. Müəyyən qədər bir sevəni olsa da, elədiyi hərəkətlərə, danışdığı sözlərə görə ümumi olaraq nifrət olunan biridir. Sırf bu səbəbdən də hal-hazırda insanların bəziləri kinlənib Arzunun həbs olunmasını dəstəkləyirlər. Hətta ciddi, yəni Arzunun həbs olunmasına çox sevinənlər belə var. Amma açığı bu insanların bu qədər kindar olmağı mənə heç də təəccüblü gəlmir. Çünki, yəni dediyim kimi, Arzu danışdığı bəzi sözlərlə, elədiyi bəzi hərəkətlərlə insanlarda çox böyük kin yaradan biridir. Bəzən elə bir mövzu haqqında elə qəribə danışırdı ki, normal olaraq insanlarda qıcıq yaradırdı və böyük ehtimal özü də bunun fərqində idi. Hə, amma insanların bunu qanun kimi ciddi bir mövzuya aid eləyib, sırf bilərəkdən Arzunun əleyhinə danışmaqları nə qədər düzgündür, onu danışacağıq. Hər nəysə, bu TikTokerimiz Arzu keçdiyimiz illərdə Almaniyadan istirahət üçün gəlmiş olduğu ölkəmizdə bir avtomobil qəzası keçirdir və keçirmiş olduğu bu qəzaya görə də demək olar ki, bütün həyatı məhv olur. Çünki bu qəzada bir insan çox ağır şəkildə yaralanarkən digəri isə həyatını itirir. Ailələrinə səbir diləyirəm. Qəzaya gələndə isə, yəni bu ölkədə əgər bir insan hər hansısa qəzada ya da başqa fərqli bir səbəbə görə həyatını itirirsə, o insan kim olur olsun ya da nə eləmiş olur olsun, inanın fərq eləmir. Qarşı tərəf, yəni Arzu kimilər hər zaman müəyyən qədər daha günahkar görülür. Yəni qısaca Arzu kimilər belə hadisələrdə hər nə qədər günahsız olursa olsun, fərq eləmir. Əgər ortada həyatını itirən biri varsa, bu artıq iş işdən keçib deməkdir. Qısaca, Arzu hadisənin ən başından bəri həbs olunmuşdu və elə belə də oldu. Sırf bu səbəbdən Arzu keçdiyimiz saatlarda 5 il 2 ay həbs cəzası aldı. İndi insanlar hər nə qədər qəza görüntülərinə baxıb Arzunun günahsız olduğunu müdafiə eləməyə çalışsalar da, çünki qəza görüntülərinə baxanda Arzunun müəyyən qədər günahkar olduğu düşünülür. Birazdan bu görüntüləri izləyəcəyik. Hər nəysə, yəni insanlar artıq hər nə qədər bu qəza görüntülərinə baxıb Arzunun günahsız olduğunu müdafiə eləsə də, mən bu qərarın asan-asan dəyişəcəyini düşünmürəm. Yəni artıq məncə qəti qərar verilib. Arzu həbs olunub, yəni bu qədər sadə. Qəza görüntülərinə baxmadan əvvəl danışmaq istədiyim çox önəmli bir mövzu daha var. Çünki Arzunun bu qəzadan sonra elədiyi hərəkətlər hər zamanki hərəkətləri kimi çox iyrənc idi. Arzu bu qəzadan sonra ümumiyyətlə bu mövzuya heç bir şəkildə həssas yanaşmadı. Yəni qəzadan sonra ən azından bir müddət səssiz qalmaq yerinə bu xəbər mediada yayıldığı üçün, yəni artıq şəxsi bir məsələ yox, medianın da, insanların da bildiyi bir məsələ olduğu üçün çox qısa bir açıqlama videosu paylaşıb, həyatını itirən insanlara görə məyus olduğunu açıqlamaq, yəni məyus olmasa belə ən azından insan olmaq yerinə bu hadisəni tamamilə görməzdən gəldi. Yəni mənə nə deyirmiş kimi əyləncəli videolar paylaşmağa, rəqs elədiyi yayınlar açmağa, açmış olduğu bu yayınlarında bu qəzada günahsız olduğunu bildirəndə belə bu faciəni görməzdən gələrək həssas bir şəkildə yox, bayram qeyd eləyirmiş kimi danışırdı. Yəni bu artıq hansı səviyyədir bilmirəm. Qısaca hər zamanki iyrənc xarakterini bu hadisə ilə bir daha sübut elədi. Hətta bu yetmirmiş kimi, yəni müəyyən qədər həssas olmaq yerinə mahnı belə çıxardı. Dediyim kimi, ən azından bu xəbər mediada yayıldığı üçün, yəni şəxsi bir məsələ yox, artıq medianın da bildiyi bir məsələ olduğu üçün hər şeydən öncə qısa bir açıqlama videosu paylaşmağa məcbur idi.
idi. Ondan sonra artıq nə istəyirsə paylaşsın. Yəni buna kimsə qarışa bilməz. Nəticədə həyat davam eləyir. Amma dediyim kimi, Arzu ümumiyyətlə bu hadisəni görməzdən gəldi. Görməzdən gəlmək də bir qırağa. Açığı bəzən elə hərəkətlər eləyirdi ki, mənə kiməsə acıq verirmiş kimi gəldi. Qəzadan sonra açığı yayınların birində də oxuduğum mahnı, elədiyi hərəkətləri, yüz ifadələri, mimikaları nə dərəcədə düzgün idi, bilmirəm. Mən inanıram ki, Arzunun bu hərəkətlərini müdafiə eləyənlər, onun sırf bu hərəkətlərinə haqq qazandıranlar belə olacaq. Çünki insanların bəziləri artıq əxlaqsızlığı müasirlik adlandırmağa öyrəşiblər. Yəni, çünki onlara sərf eləyir, ona görə. Deyəlim ki, bu qəza heç yaşanmayıb, hər şey olduğu kimi davam eləyir, normaldır. Bu halda belə, həbs olunmamışdan əvvəl 4 uşağım var deyib, bunu dilləndirib, dövlətdən, xalqdan kömək istəyən birinin, yəni 4 uşaq anasının canlı yayımlarında 4-5 min nəfərin önündə o bar bu bar mırtdaşaq oxuyub kimlərsə kimi rəqs eləməyi məncə müasirlik deyil. İndi bəziləri gəlib deyə bilər, öz həyatıdır, özü bilər. Əlbəttə ki, özü bilər. Amma kameralar bağlı olanda, kameralar açıq olanda, bu videolar, yayınlar internetdə paylaşılanda, bu artıq kiminsə şəxsi həyatı olmur. Nəysə, dediyim kimi, bu məncə müasirlik deyil və sırf bütün bu iyrənc hərəkətlərinə görə məncə Arzu qətiyyən insanların onu müdafiə eləməsinə layiq olan biri deyil. Qəza görüntülərinə gəldikdə isə Arzunun xarakterini hər nə qədər bəyənməsəm də, müdafiə olunmağa layiq biri olmasa da, mən bunları qəza görüntüləri haqqında olan düşüncələrimə qatmayacağam. Çünki ikisi ayrı mövzudur. Hər nə qədər Arzu müdafiə olunmağa layiq biri olmasa da, mən özümə görə ədalətli olduğunu düşündüyüm fikirlərimi müdafiə eləyəcəm. Nəysə, qəza görüntülərini izləyək, nə demək istədiyimi izah eləyəcəm. İlk başdan bunu deyim, mən hüquqşünas ya da avtotexnik ekspert deyiləm. Sadəcə bu qəzada mənə görə düz və ya səhv olduğunu düşündüyüm fikirlərimi deyəcəm. Daha sonra isə qanuni tərəfini danışarıq. Məncə, Arzu bu qəzada tamamilə günahkar deyil. Müəyyən qədər məncə hər iki tərəfin də səhvi var. Arzu dönmədən öncə yola məncə daha diqqətli baxa bilərmiş. Amma arxadan o qədər sürətlə, həm də gecə vaxtı gələn avtomobilə də kimsə haqq qazandıra bilməz. Yəni kimsə bu qəzaya tamamilə Arzu səbəb oldu, günah tamamilə Arzudadır, məncə deyə bilməz. Çünki görüntüləri izlədikdə hər iki tərəfdə də müəyyən qədər səhv olduğu apaçıq bəllidir. Arxadan gələn avtomobil iradəli bir şəkildə sürət həddi olan bir yolda səhv eləmirəmsə bu həddi aşaraq sürürmüş. Qəzaya əsas səbəb məncə bu olub. Amma qanuni tərəfinə gəldikdə isə kimsə inciməsin, yəni Arzunun sevənləri inciməsin, amma Arzu qanuni tərəfdən tamamilə səhvdir. Çünki qanuni tərəfdən baxanda Arzu sol yola, yəni başqasının yoluna keçmək istəyirsə, dönmədən öncə o yolun tamamilə təhlükəsiz bir vəziyyətdə olduğundan əmin olub dönməlidir. Yəni sol yolda olan avtomobil 200-lə də sürsə, 500-lə də sürsə, bu artıq o avtomobilin şəxsi cəzasıdır. Yəni qanun tərəfdən buradakı məsuliyyət Arzuya düşür. Çünki döndüyü yolun təhlükəsiz olduğundan tamamilə əmin olmalı idi. Biraz qarışıq danışmış ola bilərəm. Dediklərimi toplamalı olsam, mən Arzunun bu qəzada, baxın, məncə tamamilə günahkar olduğunu, qəzanı yaradan tərəf olduğunu düşünmürəm. Müəyyən qədər səhvi olsa da, ən azından bu səhvin qarşılığını 5 il 2 ay həbs olması mənə məntiqli gəlmədi. Amma qanuni tərəfdən, qanunvericiliyə görə Arzu tamamilə günahkardır. Çünki qanunlarımızda belə bir hadisənin cəzası 2 ildən 6 ilədək nəzərdə tutulub. Amma mənə qalanda o avtomobilin sürət həddini aşması məncə qanunlara təsir eləyə bilərdi və hər şey bu şəkildə nəzərə alınsa, məncə daha düzgün olardı. Amma dediyim kimi, yəni belə bir şey olmadığına görə, hazırki qanunlarımıza görə Arzu tamamilə günahkardır. Son demək istədiyim bir şey də var ki, Arzunu müdafiə eləyənlər, ədalət deyən insanlar bu ədaləti başqa yerlərdə də axtarsın. Özlərini yandıranlar, asanlar olanda da səsləri çıxsın. Yəni müdafiə elədikləri təkcə Arzu olmasın. Ədalətsiz olduğunu düşündükləri başqa şeyləri də müdafiə eləsinlər. Bu gün Almaniyadan ölkəmizə istirahət üçün gəlmiş birinin keçirmiş olduğu qəzada aldığı cəzaya üsyan eləyib ədaləti axtaranlar, vaxtilə bu ölkənin şəhidi, qazisi, veteranı üçün susan həmin adamlardır. Nəysə, mənim bu mövzu haqqında deyəcəklərim bu qədər idi. Siz də öz fikirlərinizi rəylərdə yazmağı unutmayın. Hər birini oxuyuram. Gələcək videolarda görüşmək ümidi ilə hələlik.